Bildiyiniz kimi qızıl yel xəstəliyi özü bir ayaqda olan bir infeksiyoz bir xəstəlik olduğuna görə mütləq bir şəkildə bunun diaqnozunu qoymaq üçün əvvəlcə ayrıcı diaqnostikaları, yəni qızıl yerə bənzər şəkildə klinika göstərən ayaqda tromboflebit və digər infeksiyoz xəstəliklərin ayrıcı diaqnostikasının, diferensiyasının olunması vacibdir. Bir mənalı olaraq bir kərə həkimin sənətindən çox, hansı sahəyə baxmasından çox həkimin özünün peşəkarlığı çox vacibdir. Amma dünyada bu sahə ilə əlaqədar həm damar cərrahiyyəsi ilə məşğul olan insanlar, həm ümumi cərrahlar, həm dermatoloqlar bu işlərlə məşğuldurlar. Yetər ki, mütləq bir şəkildə qızıl yelin tromboflebitdən diaqnostikasının ayrılması lazımdır və ultrasonografiya vasitəsilə, Doppler ultrasonografiya vasitəsilə xəstənin venoz sistemində bir trombun olub-olmadığından əmin olmaq lazımdır. Çünki qızıl yellə o xəstəliyin müalicə taktikaları tamamilə fərqli olduğu üçün əmin olduqdan sonra qızıl yelin müalicəsinin çox asanlıqla doğru bir şəkildə istirahət, ayağın immobilizasiyası və onunla birlikdə bəlli antibioterapiyalar və bu hadisənin, inflamasiyanın, ayaqdakı olan prosesi yavaşladıcı müalicələrin verilməsi qısa müddətdə cavabın alınmasına səbəb olur. Bir məna olaraq damar cərrahisi və ürək damar cərrahlarından tutmuş dermatoloqlar və ümumi cərrahlar bu işlə məşğul olan və bu yöndə təcrübəsi olan insanlara müraciət etmək mümkündür.